Salam. Şaqlı yuxarı atılmış cismin hərəkəti bölməsinin testlərinə baxaq. Sürətin modulunun zamanla asılılıq qrafiki. Bu B-dir. V bərabərdir V0 çıxaq. GT düsturuna görə müəyyənləşir. Burada sürətin özü VT-dən asılı olaraq müsbət sürə mənfi olur. Yəni proyeksiyası, Y-900 proyeksiyası yaza bilərik. Amma modulda isə yəni mənfi olmur. Yer səthindən yuxarı atılmış cisim uçuş müddəti 2 dəfə. Uçuş müddəti necə dəyişər? Başlanğıc sürət 2 dəfə artsa. T uçuş bildiyimiz kimi 2V0 bölək J deyən düz mütənasibdir. 2 dəfə artdıqda 2 dəfə artar. Cismin 1 saniyə sonra sürəti V bərabərdir V0 çıxaq GT. 30 çıxaq 10 vur 1 bərabərdir 20. 3 saniyə sonra sürəti başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. V bərabərdir V0 çıxaq GT. 40 çıxaq 10 vur 3 bərabərdir 10. 30 metr bölək saniyə başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. 3 saniyə sonra yer dəyişməsi. Yer dəyişməni H bərabərdir V0 T çıxaq GT kvadrat bölək 2 kimi götürə bilərik. H bərabərdir 30 vuraq 3 çıxaq 10 vur 3-ün kvadratı bölək 2 bərabərdir 90 çıx 45 bərabərdir 45. Eyni zamanda 30 metr saniyə sürətlə atılmış cismin maksimal hündürlüyə qalxma müddəti 3 saniyə olduğu üçün bu maksimal qalxma hündürlüyüdür. Yəni 45 burada maksimal qalxma hündürlüyüdür və V0 kvadrat bölək 2 J-nin getsək yenə eyni cavab alarıq. Cavab 45B variantında idi. 40 metr bölək saniyə sürətlə 2 saniyə ərzində onun yer dəyişməsi. Bu isə 2 saniyədə maksimala qalxmır. Ona görə ancaq H bərabərdir V0 T. Çıxaq GT kvadratı bölək 2 düsturundan gedə bilərik. 40 vur 2 çıxaq 10 vur 4 bölü 2. 2-nin kvadratı bölü 2. 40 vur 2 80 çıx 20 bərabərdir 60. V0 başlanğıc sürətlə şaqlı yuxarı atılmış cismin maksimal hündürlüyə qalxma müddəti 2V0 bölək J-dir. Maksimal hündürlüyə qalxma müddəti o uçuş müddəti idi. Maksimal hündürlüyə qalxma müddəti V0 bölək J-dir. Yer səthindən yuxarı atılmış cismin uçuş müddətinin başlanğıc sürətinə asılılığı. T uçuş 2V0 bölək J-dir. Düz mütənasibdir. Maksimal qalxma hündürlüyü H maksimal bərabərdir V0 kvadratı bölək 2J-dir. Kvadratikdir. E variantı. V0 sürətlə şaqlı yuxarı atılmış cismin yerə tərəfindən təsir edən ağırlıq qüvvəsinin istiqaməti aşağı olur. 1. Cisim 40 metr bölək saniyə sürətlə şaqlı yuxarı atılmışdır. O maksimal hündürlüyü hesablayın. H maksimal bərabərdir V0 kvadratı bölək 2J. Maksimal qalxma hündürlüyünü. V0 40'dır. 40'ın kvadratı bölək 2 vur 10 20. Burada 1600 bölək 20. Cavab 80'dir. Şaqlı yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü 45 metrdir. Başlanğıc sürətini hesablayın. H maksimal bərabərdir V0 kvadratı bölək 2J. Burada gətirib H maksimalı yerinə 45, J'nin yerinə 10 qoysaq tapa bilərik. Eyni zamanda düsturdan V0 bərabər kökətdə 2J H maksimal bərabərdir 2 vuraq, 10 vuraq, 45. 900, 900'dən də 30 çıxır. Cismin maksimal qalxma hündürlüyünü hesablayın. Bu da gördüyümüz kimi T qalxma 2'dir. Maksimal hündürlüyə qalxma müddəti 2'dir. Bu H maksimaldır. H maksimal bərabərdir GT qalxma kvadratı bölək 2 düsturundan gedək. 10 vur. T'miz 2'dir. 2'nin kvadratı 4 bölək 2 20'dir cevap. Burada bayaqların birinci sualda soruşmuşdu. V'nin şaqlı yuxarı atılmış cismin sürətinin modulu. Burada isə həmən modul verilib. Başlanğıc sürəti gördüyümüz kimi budur. T qalxma 2'dirsə
V0 bərabər GT qalxma. 10 vur 2, 20'dir. 35 metr bölü saniye başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. 30 metrin dörtte cismin sürətini və H bərabərdir V0 T çıxaq GT kvadratı bölü 2. Hə, yox, bu düsturdan getmək. Burada çünki sürəti soruşur. H bərabərdir V0 kvadratı çıxaq V kvadratı bölü 2G. Düsturundan V0 kvadratı çıxaq V kvadratı bərabərdir 2GH. V bərabərdir kök altda V0 kvadratı çıxaq 2GH. Yəni burada V0'miz 35'dir, H'miz də 30'dur. Kök altda 35'in kvadratı. 2 vur, 10 vur, 30. Kök altda 35'in kvadratı 1225. Çıxaq 600. Qalır 625. 625'dən də çıxır 25. Cevap 25'dir. Qırx metr bölü saniye başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. Hansı elde cismin sürəti 30 olar? H'ı tapırıq. V0 kvadratı çıxaq V kvadratı bölü 2G. Bu bildiğimiz S bərabərdir V0 kvadratı çıxaq V kvadratı bölü 2A düsturudur. Deməli 40'ın kvadratı çıxaq 30'un kvadratı bölü 2 vuraq 10. Bu da 40 minus 30, 40 plus 30 da yazmaq olar. 40 plus 30 70. 40 minus 30 10 bölü 2 vuraq 10. 35. 35 metrlik sürəti 30 oldu. Yaxud da 1600 çıxaq 900, 700, yəni 35. Şaqlı yuxarı atılmış cisim üçün Newton ikinci qanunu. Newton ikinci qanunu bildiyimiz kimi F əvəzləyici bərabərdir MA'dır. Burada isə yuxarı atılanda F əvəzləyici bərabərdir MG üstəgələ F müqavimətdir. Niyə? Çünki cisim yuxarı atılıb. Ağırlıq qüvvəsi aşağıda həmişə. Yuxarı atılanda müqavimət qüvvəsi də aşağı olur. Əvəzləyici bunların ikisinin cəmidir. Deməli, MA əvəzləyici qüvvəyə bərabərdir bu ikisinin cəmi. Cevap Y. Yenə modul verilib. Cismin, bax burada 14-cü sualda, 1-ci sualda da modulu soruşurdu, sürətin modulunu soruşurdu. Cismin başlanğıc sürətini hesablayın. V0 bərabər GT qalxma, T qalxmamız düşdü. 10 vur 3 edir 30. Cevap 30'dur. Və cismin başlanğıc sürəti elə 14'də də başlanğıc sürəti idi. 40 metr saniyə sürətlə ilə yer səthindən şaqlı yuxarı atılmışdır. Atıldıqdan 3 saniyə sonra cismin hansı hündürlükdə olar? Burada artıq H bərabərdir V0 T çıxaq GT kvadratı bölü 2 düsturundan gedirik. Yəni H bərabərdir V0'miz 40'dır. 40 vur 3 çıxaq 10 vur 3'ün kvadratı bölü 2. 40 vur 3 120'dir. Çıxaq 45. Bu da 75'dir. Cisim 30 metr bölü saniye başlanğıc sürətlə yer səthindən şaqlı yuxarı atılmışdır. 2 saniyə sonra cismin hansı hündürlükdə olar? V0'miz 30'dur. T'miz də 2'dir. H bərabərdir V0 T çıxaq GT kvadratı bölü 2. H bərabərdir V0 T çıxaq GT kvadratı bölü 2. V0'miz 30'dur, T'miz də 2'dir. Bərabərdir 30 vur 2. Çıxaq 10 vur 2'nin kvadratı bölü 2. 30 vur 2 60'dır. Çıxaq 60 vur çıxaq 20. Cevap 40'dır. 8 saniye sonra yer düşərsə maksimal qalxma hündürlüyü. Bu da T uçuş 8'dir.
T qalxma bərabər T uçuş bölə 2. 8 bölə 2 bərabərdir 4'dür. Onda maksimal qalxma hündürlüyü H maksimal bərabərdir J T qalxma kvadratı bölə 2. 10 vur 4'ün kvadratı 16 bölü 2 cevap 80'dir. 8 saniye sonra yere düşür. Yer səthindən atılıb. Yer səthindən şəqli yuxarı atılmışdı. 12 saniye sonra yere düşürsə T uçuş 12'dir. T qalxma uçuşun yarısıdır. 6'dır. Maksimal qalxma hündürlüyü H maksimal JT qalxma kvadratı bölü 2'dir. Bərabərdir 10 vur 6'nın kvadratı 36 bölü 2 360 bölü 2 180. Yer səthindən şəqli yuxarı atılmış cisim maksimal qalxma hündürlüyü 45 metrdir. Uçuş müddətini tapın. H maksimal bərabərdir JT qalxma kvadratı bölü 2. Burada T qalxma bərabərdir kök altda 2H maksimal bölü J. Bərabərdir kök altda 2 bıraq 45 bölü 10. Cavab çıxdı 3. Deməli, bu T qalxmadır. T qalxma 3'dür. Birdən uçuş müddəti soruşulur. T uçuş 6 olacaq. 2 T qalxma, bu da 6. Cevab 6. Şimdi başlanğıc impulsunu 2 dəfə artırdıqda uçuş müddəti necə dəyişər? Bu impuls artıq bunu yeni başlayanlar, testi birinci dəfə həll edənlər bilməyəcək. Çünki impuls sonraki bölmədir. Impuls kütlə ilə sürətin hasılıdır. Başlanğıc impuls. Başlanğıc sürətlə kütlənin hasilidir. İmpuls 2 dəfə artıbsa, deməli sürət 2 dəfə artıb. Sürət 2 dəfə artıbsa, uçuş müddəti də 2 dəfə artacaq. Çünki düz mütənasibdir. Bayaq yazmışdıq. T bərabərdir 2V0 bölək J. T uçuş bərabərdir 2V0 bölək J. İndi V0 yenə P bölək M yazanda 2P0 bölək MC alınır. Şəqli yuxarı atılmış cismin kütləsi verilmiş kütləli cismin başlanğıc kinetik enerji 4 dəfə artdıqda yenə kinetik enerji ilk dəfə gedənlər bilməyə bilər. YK bərabərdir MV kvadratı bölək 2'dir. Yəni burada V kinetik enerji ilə kök 6'dır. Ona görə kinetik enerji 4 dəfə artırsa sürət 2 dəfə artıb. Və ümumiyyətcə bu da H maksimal kinetik enerjidən düz olacaq. Nəyə görə? Çünki bunu kənarda yazıram bu tərəfdə. V kvadratı bərabərdir 2YK bölək M'dir. Başlanğıc üçün V0 kvadratı bərabər 2YK0 bölək M0. H maksimal da bərabərdir V0 kvadratı söhbət 25'ten gelir. V0 kvadratı bölək 2 J. Gətir V0'in yerine bunu yazsaq. 2YK0 bölək M kvadrat V0 idi. Bölək M. Bir de 2J. Bu ikiler ixtisar getdi. H maksimal bərabərdir YK0 bölək MC alındı. Yəni düz mütənasibdir. 4 dəfə artdıqda 4 dəfə artacaq. 26-cı sualda kinetik enerji 4 dəfə azalda maksimal qalxma hündürlüyü 4 dəfə azalar. Burada düz mütənasibdir. 27-ci sualda şəqli yuxarı atılmış cismin qalxma müddəti arasında T qalxma bərabərdir V0 bölək J'dir. Düz mütənasibdir. 2 olanın 2 birinkindən 2 dəfə çoxdur. T2 bərabərdir 2T1'dir. Bunu çox uşaqlar qarışdırır. T1 bölək T2 bərabərdir V0 bölək 2V0. Belə T2'də olur 2T1. 28-ci sual. Şəqli yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü arasında hansı münasibət var? Burada maksimal hündürlüyə qalxma müddəti idi. Qalxma müddətləri idi. Amma bir şey burada 9 oxşuyur. Burada isə maksimal hündürlük H bərabərdir V0 kvadratı bölək 2J. Yəni H1 bölək H2 V0 bölək 2V0'ın kvadratıdır. 2'də 1'in kvadratı 4'də 1. H2 4H1'dir. Y variantı. Yer səthindən şəqli yuxarı atılmış cismin başlanğıc sürəti 3 dəfə artdıqda uçuş müddəti necə dəyişər?
Başlanğıc sürəti 3 dəfə artdıqda uçuş müddəti necə dəyişir? T uçuş bərabərdir 2V0 bölək J-dir. Gördüyümüz kimi təkrar endüstrilərdir. Başlanğıc sürəti 3 dəfə artdıqda uçuş müddəti 3 dəfə artar. Yer səthindən şəqli xətimiz başlanğıc sürəti 3 dəfə azaldıqda uçuş müddəti 3 dəfə azalar. Yenə T uçuş bərabərdir 2V0 bölək J. 3 dəfə azalar. 30 da getdi. Keçdik 31-ci suala. 30 metr saniyə sürətlə şəqli xətimiz üçün hansı maksimum hündürlüyə qalxar? Bu da bildiyimiz kimi 45'dir. Bunu dəfələrlə qarşımıza çıxdı. H maksimal bərabərdir V0 kvadrat bölək 2J. 30'un kvadratı bölək 2 bölək 10 bərabərdir 45. 32'də şaqlı aşağı və şaqlı yuxarı atılmış cisimlər üçün uyğun ifadə. Bərabər yeniləşən hərəkət edir. Yəni, əslində hava başlanğıc an üçün deməlidir. Çünki şaqlı yuxarı atılmış cisimdə yeniləşə bilər, amma başlanğıcda yavaşlayır. Bərabər yeniləşəni götürək şaqlı aşağıya. Əvvəlcə bərabər yavaşlayan, sonra bərabər yeniləşən hərəkət edir. Bu şaqlı yuxarıdır. Təcil başlanğıc sürətlə eyni istiqamətdədir. Bu aşağı atılandadır. Yəni yeniləşən hərəkət edir. Təcil A bərabər J'dir. V0 da aşağıdır. Təcil aşağıdır orada. Təcil başlanğıc sürətinin əksi nədir? Bu yavaşlayan hərəkətdir. Bu da şaqlı yuxarı atılmadadır. Və təcil sərbəşmə təcilinə bərabərdir. Bu da 5'dir. 1, 3, 5, 2, 4. 1, 3, 2, 4, 5. A variantı. Şaqlı olaraq yuxarı atılmış cismin birinci saniyə müddətində 25 metr gedirsə maksimal qalxma hündürlüyü. Bunu n saniyədəki yola görə də tapa bilərik. Birinci saniyədə 25 isə, ikincidə 15, üçüncüdə 5, cəmi 45 edir. Ancaq düsturla getsək, yeni öyrənənlər üçün daha əlverişlidir. Yəni burada n bərabər 1'dir, t də bərabərdir 1'dir. Çünki birinci saniyədə ümumi zaman da 1'dir. Onda h bərabərdir V0 t çıxaq gt kvadratı bölək 2'dən. 25 bərabərdir V0 vuraq 1 çıxaq 10 vur 1'in kvadratı bölək 2. Buradan V0'in 30 olduğunu tapırıq. Və maksimal hündürlüyə qalxma müddəti. Maksimal qalxma hündürlüyü 45 bayaq dedim. Müddət də 3 olur. T qalxma bərabərdir V0 bölək J. 30 bölək 10 cavab 3'dür. 34-cü sual maksimal qalxma hündürlüyünə qədər bu cismin hərəkəti necə hərəkətdir? Yer səthindən birinci kosmik sürət hələ keçməmişsiniz. Yəni bu bölmədə biz deməmişik. Sadəcə birinci kosmik sürət çox böyük sürət olduğu üçün birinci kosmik sürətlə atılan cisim yer səthindən yerin radiusu ilə müqayisə olunacaq dərəcədə yuxarı qalxır. Ona görə J azalır. Yəni A bərabərdir J azalır getgidə. Çünki yerdən çox uzaqlaşır. Onda azalan təcillə yavaşlayan. Çünki ona görə yavaşlayır ki, yerdən uzaqlaşdıqca yerin cazibəsi bunu əks tərəfə çəkir. Azalan təcillə yavaşlayan. 20 metr bölək saniyə sürətlə şaqlı yuxarı atılmışdır. Neçə saniyədən sonra 20 metrin dolar ilə cavab 2'dir. Bu 20 metr bölək saniyə sürətlə şaqlı yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü elə 20 metrdir. Burada h maksimal bərabərdir V0 kvadratı bölək 2J. Bu da 20'dir. Ona görə h maksimal 20 olduğuna görə bu t qalxmadır. V0 bölək J bərabər 10'dur. 36'da da 30 metr bölək başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. 45 metr bu maksimal qalxma hündürlüyüdür. V0 kvadratı bölək 2J. Bu da 45'dir. Və t qalxma da V0 bölək J'dir. 30 bölək 10 bərabərdir 3'dür. Yer səthindən şaqlı yuxarı atılmış cismin qalxma müddəti 2 saniyə olmuşdur. Cisim birinci saniyə müddətində hansı hündürlüyə qalxmışdır? 2 saniyədirsə burada V0'i tapanda
V0 bərabər JT qalxma. 20 vuraq 2 bərabərdir. JT qalxma 10 vuraq 2 bərabərdir 20. V0'miz 20'dir. Birinci sanidə hansı hündürlüyə qalxmışdır? H bərabərdir. V0 T çıxaq. JT kvadratı bölək 2. Yəni H bərabərdir. V0'miz 20'dir. 20 vur 1 çıxaq. 10 vur 1 bölü 2. 20'dən 5 çıxanda 15. Cavab 15'dir. İpə bağlanmış cisim müstəvidə cisim atılma nöqtəsindən H hündürlüyə qalxmışdır. Qalxır. Tezlik dəfə azaldıqda o hansı maksimal hündürlüyə qalxar. Deməli burada H bərabərdir V0 kvadrat bölü 2C'dir. Çevir hərəkətdə V bərabərdir 2pi enerji üstürü var. 2pi enerji. Və elə biz bunu V0 kimi götürürük. 4pi kvadratı, n kvadratı, r kvadratı bölü 2C. Bir sözlə H n'in kvadratına mütənasibdir. Dövlətmə tezliyi 2 dəfə azaldıqda 2'nin kvadratı 4 dəfə azalır. Dövlətmə tezliyi 2 dəfə artdıqda 2'nin kvadratı 4 dəfə artır. Yəni başlanğıcda H idi. Qırxıncı suala baxaq. 20 metr bölü saniyə sürətlə yer səthindən aşağı yuxarı atılmışdır. Bu cisim hərəkət üçün hansı ifadələr doğrudur? Cisim yuxarı doğru hərəkət artıntı 20 metr bölü saniyə kiçik sürət olduğu üçün bu yerdən çox uzağa qalxa bilmir. Ona görə A bərabərdir J və konstant götürülür. Artan tərzilə yavaşlayan götürmürük. 3-cü saniyənin sonunda bu cismin sürəti 10'dur. V bərabərdir V0 çıxaq JT. 20 çıxaq 10T. T'yə 3 desək, 20'dən 30 çıxanda -10, bəli. Və aşağıya doğrudur. 3-cü saniyənin sonra cismin sürəti 10'dur, yuxarı doğru deyil, aşağıdır. Cismin uçuş müddəti 4 saniyədir, bəli. T qalxma bərabərdir V0 J. T uçuş bərabərdir 2 V0 bölək J. 2 vuraq 20 bölək 10 bərabərdir 4. Cismin uçuş müddəti 4 saniyə. Bu 4 doğrudur. Maksimal qalxma hündürlüyü 20'dir, bəli. 20 ilə yuxarı atılmış cismin maksimal qalxma hündürlüyü. Yanından yazaq. H maksimal V0 kvadratı bölək 2J'dir. 20'nin kvadratı bölək 2 vuraq 10. Cavab çıxır 20. 5. Və cisim maksimal hündürlüyə qalxma müddəti 4 saniyədir, yox 2 saniyədir. Ona görə də cavab burada 2, 4, 5'dir. 2, 4, 5'dir. Şaqlı yuxarı atılmış cismin hərəkət tənliyi verilmişdir. Cismin maksimal hündürlüyə qalxma müddəti. Burada gördüyümüz kimi, yəni JT kvadratı bölək 2'dir. Ümumiyyətcə bunun V'si V bərabərdir 40 çıxaq 10T'dir. Yəni törəmə alanda VY bərabərdir 40 çıxaq 10T alınır. Amma yəni buradan görür ki V0 40'dır, J də 10'dur onsuz da. Amma yəni belə də gedə bilərik. T qalxma bərabərdir 40 bölək 10 bərabərdir 4 saniyə. Cavab 4. Çünki burada 40 çıxaq 10T'ni 0'a bərabərləşdiririk. Və oradan da 40 bərabərdir 10T, T qalxmada 40 bölək 10'dur. 42-ci suala baxaq. Yer səthindən təsirin ağırlıq qüvvəsi 72 Newton'dur. 2 yer radiusuna bərabər hündürlükdə həmin cisimə təsir edən ağırlıq qüvvəsi. Bunu ağırlıq qüvvəsi bölməsində həll etmişik. Artıq bilirik ki, H hündürlüyündə ağırlıq qüvvəsi 1 üstə gələk H bölək R kvadratı düsturundan azalır. Yəni 2 yer radiusunda 1 üstə gələk 2 R bölək R kvadratı, 2'nin kvadratı 1'in üstünə 2 gəldi. 3'ün kvadratı 9'dur. Düzdürmü? 72 bölək 9 bərabərdir. Orada 4 dəfə azalır. Baxdığımız eyni məsələ bundan vardı. Orada yer radiusu qədər hündürlükdür. Bu da 2 yer radiusu. 72 ilə 9'a bölündə 8'dir. Cavab 8.
Test 43-dən davam edək. 43. Şaqlı yuxarı atılmış cisim h hündürlüyündən 3 saniyə sonra çatmışdır. Cismin sürəti 10 metr bölək saniyə olarsa uçuş müddətini tapın. Mən burada əslində sürət var, bir də zaman var. V0 yoxdur. Bunu V bərabərdir. V0 çıxaq. JT düsturundan istifadə edək. V0 tapaq. V0 bərabərdir. V üstə gələk JT. JT bərabərdir. 10 üstə gələk. 3 vur. T'miz də JT, J'miz də 10'dur. Belə deyək. Qoyuram pozaq. Bərabərdir. V0'miz bilmirik. V'miz V0 bərabərdir yazaq. V'miz 10'dur. Üstə gələk. J'miz də 10'dur. T'miz 3'dür. Aldıq 40. Yəni V0'miz oldu 40. V0'miz 40'dır. Uçuş müddəti T uçuş bərabərdir 2 V0 bölək J. T uçuş bərabərdir 2 V0 bölək J. 2 vur 40 bölək 10. Cavab 8'dir. Burada oldu cavab 8. İndi keçdik 44'ə. Şaqlı yuxarı atılmış cisim h hündürlüyündən 3 saniyə sürət çatmışdır. Bu cismin sürəti 10 metr bölək saniyə olarsa maksimal qalxma hündürlüyünü tapın. Eyni qayda ilə V0 bərabərdir V plus JT yazaq. Yəni çıxarılışı V bərabərdir V0 çıxaq JT-dən tapdıq V0. 10 üstə gələk. 10 vur 3 bərabərdir 40. Bizə lazımdır h maksimal. V0 kvadratı bölə 2J. 40'ın kvadratı bölə 20 bərabərdir 80. 45-ci sual. 40 metr bölək saniyə başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. 7 saniyə ərzində getdiyi yol. Bu h bərabərdir V0 T çıxaq JT kvadratı bölə 2 ilə getmək olmaz. Çünki bu maksimal hündürlüyə qalxma müddəti 4 saniyədir. Yəni T qalxma bərabərdir V0 bölək 2. O da 40 bölək 10 bərabərdir 4. Demək bu 4 saniyə qalxıb 3 saniyə düşüb. H maksimal qədər qalxıb V0 kvadratı bölə 2J. Yəni 40'ın kvadratı bölək 2 vuraq 10. 80 metr maksimal yuxarı qalxıb. Qalxma müddəti 4 saniyədir. Onda T aşağı düşmə müddəti 7 çıxaq 4. 3 saniyədə aşağı düşüb. Delta H aşağı düşmə. JT düşmənin kvadratı bölə 2 ilə getsək. 10 vur 3'ün kvadratı 9 bölü 2 bərabərdir 45. Yəni bu 80 metr yuxarı qalxıb 45 metrdə aşağı düşüb. Cavab 125. 80 üstə gələk 45 bərabərdir 125 metr. Cavab 125 metr. 46-cı sual. 50 metr bölək saniyə başlanğıc sürətlə şaqlı yuxarı atılmışdır. 7 saniyə ərzində getdiyi yol. Yenə 50 ilə atılıbsa T qalxma bərabərdir V0 bölək J. Bərabərdir 50 bölək 10. Bərabərdir 5 saniyə. Şaqlı yuxarı qalxma. Demək bu da düşmə müddəti. T düşmə bərabərdir 7 çıxaq 5 bərabərdir 2 saniyə. 5 saniyə qalxıbdır. 2 saniyə düşübdür. İkisini də JT kvadratı bölə 2 ilə gedə bilərik. Çünki başlanğıc sürət 0'dır. Bir də geri qayıtması. Sürət 0'dan götürək. Yəni son sürət 5 saniyəndə 0'dır. 5'dən 7'yə kimi də yenə 0'dan başlayıb. Ona görə də H bərabərdir. Yəni S bərabərdir yazaq getdiyi yol. Və S yazaq bərabərdir. J vur 5'in kvadratı bölə 2 üstə gələk J vur 2'nin kvadratı bölə 2. Bundan istifadə etsək J bölü 2 nədir? 5. 5 vur. Çıxdı mörtəzə xərcinə. 5'in kvadratı 25 üstə gələk 2'nin kvadratı 4. 29 vur 5. Belə də hesablamada çətinlik ola bilər. Bunu belə hesablamayaq. Belə hesablayaq. 10 vur 25 250 bölü 2 125 üstə gələk 20 145 metr. Cevap 145 metr.
47-ci sual. Müəyyən başlanğıc sürətlə 40 metr hündürlükdən şaqlı aşağı atılmış cisim 2 saniyə yer səthinə çatmışdır. Həmin başlanğıc sürətlə yer səthindən şaqlı yuxarı atıldıqda o maksimal hündürlüyə neçə saniyə qalxar? Müəyyən başlanğıc sürətlə 40 metrdən. Yəni burada bir 40 metr var. 40 metr. Müəyyən bir V0 sürətlə atılıb, gəlib t bərabər 2 saniyədən sonra yerə çatır. Yəni bu 40-dan üzə aşağı çıxılır. 40 bərabərdir V0 t çıxaq, üstə gələk gt kvadratı bölə 2. Bu qədər məsafədən sonra gəlib yerə çatır. Yəni bu bizim haşımızdır. Bu gt kvadratı bölə 2. Bu 40'dır. 40 bərabərdir V0 vur. Yəni bu 2 saniyədən sonra çatıbdır. 2 üstə gələk 10 vur 4 bölü 2. 40 bərabərdir 2 V0 üstə gələk 20. 20 bərabərdir 2 V0. V0 bərabərdir 10. Deməli bunun başlanğıc sürəti nə imiş? 10 imiş. İndi bizə deyir ki, cisim həmən başlanğıc sürətlə yer səthindən şaqlı yuxarı atıldıqda maksimal hündürlüyə neçə saniyədə qalxar? Deməli t qalxma bərabərdir V0 bölə 2. 10 bölü 10 bərabərdir 1. Cavab 1 saniyə. Cavab 1. 48-ci sual. Yer səthindən şaqlı yuxarı atılmış cisim uçuş müddəti 6 saniyə olmuşdur. T uçuş 6. T qalxma bərabər T uçuş bölə 2. 6 bölə 2 3. 6 bölə 2 edir 3. Cisim həmən başlanğıc sürətlə müəyyən hündürlükdən şaqlı aşağı atıldıqda 2 saniyə neçə metr yer dəyişimidir. Şaqlı aşağı atıldıqda həmən başlanğıc sürətlə deməli burada V0 bərabərdir gt qalxma 10 vur 3 30 idi. Deməli delta h bərabərdir V0 t aşağı atıldıqda üstə gələk gt kvadratı bölə 2. V0'miz neçədir? 30. 2 saniyə. T'miz burada 2 saniyədir. Üstə gələk 10 vur 4 bölü 2. 2'nin kvadratı 4 edir. 30 vur 2 60 üstə gələk 20. Cavab 80'dir. 49-cu sual. Qrafiklər və hərəkət arasında uyğunluğu müəyyən edin. Şaqlı yuxarı atılan cismin hərəkəti, şaqlı aşağı atılan cismin hərəkəti, sərbəst düşən cismin hərəkəti. Burada şaqlı yuxarı atılanda sürət nəyə modlu desə, modlu A variantına uyğundur. Amma modul işarəsi qoymayıb, üstünə vektor da qoymayıb. Ona görə A-nı götürək. Şaqlı aşağı atılanda sürət ancaq artır. Müəyyən bir nöqtədən başlayır E. Sərbəst düşəndə sürət sıfırdan başlayır B. Sürət əvvəl artıb sonra azalma yoxdur. A, E, B. 9, 7. 50-ci sual. Sual sonuncudur. Qrafiklə və hərəkət arasında uyğunluğu müəyyən edin. Şaqlı yuxarı atılan cisim, şaqlı yuxarı atılanda sürət azalır, sonra artır. Sürətin modulu impuls da sürətdən eynidir. P bərabər mv'dir demişdim. Bu növbəti bölmələrdə keçiləcək. Şaqlı yuxarı atılmada 1'ə A. Şaqlı aşağı atılmada başlanğıc sürət varsa C və sərbəst düşmədə də D-dir. Yəni bunu impulsunu bilməyən şagirdlər nəzərə alın ki, impulsun zamanasılıq qrafiki formaca sürətin zamanasılıq qrafiki ilə eynidir. Ona görə bu test deyək ki, 49-cu testdən eynidir. 1'ə A 7, 2'yə şaqlı aşağı atılmada burada E'də idi. Müəyyən nöqtədən başlama. 50-ci sualda isə C'dədir. Və nəhayət sərbəst düşmə burada B-da idi. 49'da, 50'də isə D-dadır. Diqqətinizə görə minnətdarım.